müəllimlər, hər vaxtınız xeyir olsun. Yenə sizlər üçün tərtib etdiyim yeni sualların izahını təqdim edəcəm. Diqqətli olaq, zəhmət olmasa. Ailə büdcəsində gəlirin 40% qida məhsullarının alınmasına sərf olunur. Əgər ailənin gəliri 1500 manatdırsa, qida məhsullarının alınmasına sərf edilmiş pul məbləği nə qədərdir? Diqqət etsəz, məsələnin şərtində hər sözün arasında bir sərf olunmuş, sərf edilmiş sözünə rast gəlirik. Xərc anlayışını necə öyrənmişdik? Nəyinsə alınmasına, saxlanılmasına sərf edilmiş pul vəsaiti demişdik. Elə deyilmi? Sərf edilmiş pul vəsaiti elə həmin xərclənən pul vəsaitidir. Xərc nədir? Xərc sərf edilmiş, sərf olunan pul vəsaitidir. Elə deyilmi? Ailə büdcəsində gəlirin 40% qida məhsullarının alınmasına sərf olunur. Yəni, gəlirin 40% qida məhsullarının alınmasına xərclənir. Bəs gəlir nə qədərdir? Gəlir 1500 manatdır. Gəliri konkret manatla verib, elə deyilmi? Deyir, ailənin gəliri 1500 manatdır. Amma qida məhsullarının alınmasına sərf olunan pulu, xərclənən pulu faizlə ifadə edib. Deyir, gəlirin 40%, 1500 manatın 40% sərf olunub, xərclənib. Testin şərtində bizdən nəyi tələb edir? Deyir, faizlə ifadə edib, 40% xərclənib. Yaxşı, bu xərclənən pul vəsaiti neçə manatdır? Qida məhsullarının alınmasına sərf edilən, xərclənən pul vəsaiti neçə manatdır? Bunu tapmaq üçün ədədin faizinin tapılmasının həlli yoluna baxmalıyıq. Ədədin faizini tapmaq üçün onu həmin ədədə vurub 100-ə bölmək lazımdır. Elə deyilmi? Bəli, biz bu məsələnin həlli yolunu tapmaq üçün 1500-ü 40-a vurub 100-ə böləcəyik. Ədədin faizini tapmaq üçün onu həmin ədədə vurub 100-ə bölmək lazımdır. Diqqətli olaq, həll edirəm. Aha, kəsir xətti çəkəcəm. 1500 vurulsun 40. Aha, yer çox az olduğu üçün inşallah ki, səliqəni nəzərə almarıq. Bir daha yenidən yazım. Bəlkə daha aydın yazaram. Kəsir xətti çəkəcəm. 1500 vurulsun 40 bölünsün 100 bərabərdir. Aha, 1500-dəki sıfırlar 100-dəki sıfırlarla ixtisar gedəcək. Yerdə qalacaq 15 vurulsun 40. 15-i 4-ə 60. 40-ın yanında da bir sıfır, yəni 40-ın sıfırı qaldı axı. 15-i vurduq 4-ə 60. Oradan da 40-ın sıfırı, o da eləyəcək 60. Yanına da bir sıfır, 600 manat. Cavab C variantı 600 manat olacaqdır. Növbəti testin izahını təqdim edəcəm. Bir ailənin ümumi gəlirlərinin 80% əmək haqqı, 9% təqaüd və müavinət, 4% şəxsi təsərrüfatdan əldə olunan gəlir, 7% isə ayrı mənbələrdən gəlirlərdir. Diqqət etsəz, testin şərtində elə faizləri qoymuşam ki, biz bu faizləri dərsliyimizdə öyrənmişdik. Ailənin gəlirlərinin faizlərlə ifadəsi, elə deyilmi? 9% rahat olsun deyə necə yadda saxlamışdıq ki, heç vaxt unutmayaq. Deyirdik, təqaüd və müavinət 9%, elə deyilmi? İlk dəfə olaraq şagird nə vaxt maaş alır, sanki pul alır, dövlətdən gəlir, təqaüd və müavinət. İlk dəfə şagird 9-da oxuyanda, kollecdə oxuyanda, peşə məktəbində oxuyanda təhsil müavinəti alır, elə deyilmi? Dövlətdən stipendiya alır, təqaüd alır. Bu 9%. Ona görə təqaüd və müavinətdən olan gəlir, yəni onun faizlə ifadəsini 9%-i rahat yadda qalsın deyə 9-da oxuyur. İlk dəfə nə zaman təqaüd alır? 9-da oxuyanda. Yəni ilk dəfə o zaman stipendiya alır. 9-da oxuyardan o 9-u götürüb burada 9% ilə əlaqələndirib heç vaxt unutmayaq deyə belə yadda saxlayırıq. 4% necə yadda saxlamışdıq? Deyirdik, şəxsi təsərrüfatdan gələn gəlir 4%-dir. Şəxs sözü 4 hərfli olduğu üçün buradan da 4%-i belə yadda saxlamışdıq. Aha, indi məsələnin şərtinə, həllinə baxacam. Əgər ailənin ümumi gəliri 1000 manatdırsa, şəxsi təsərrüfatdan gəlir nə qədərdir?
Məsələnin şərtində gəlirlərin faizlə ifadəsinin hamısını qeyd etmişəm. Amma bizdən yalnız şəxsi təsərrüfatdan gələn gəliri soruşur müəllimlər. Ailənin ümumi gəliri var, 1000 manatdır. Amma bizdən soruşur ki, şəxsi təsərrüfatdan gələn gəlir neçə manatdır? Məsələnin şərtində faizlə ifadə olunub. Deyir ki, şəxsi təsərrüfatdan gələn gəlir ailənin ümumi gəlirinin 4%-ni təşkil edir. Faizlə ifadə edib. Amma məsələnin şərtində bizdən tələb edir ki, ailənin ümumi gəliri 1000 manatdırsa, bəs şəxsi təsərrüfatdan gələn gəlir neçə manatdır? Faizlə verib ki, ümumi gəlirinin 4%-ni, yəni 1000 manatın 4%-ni təşkil edir. Amma həllini tapmaq üçün biz yaxşı 4%-ni təşkil edir. Bu 4% neçə manatdır? Deməli, bu zamanda ədədin faizinin tapılması yoluna baxacaq. Ədədin faizini tapmaq üçün onu həmin ədədə vurub 100-ə böləcəyik. Ümumi gəlir 1000 manatdır. Şəxsi təsərrüfatdan olan gəlir 1000 manatın 4%-idir. 1000 manatın 4%-ni tapmaq üçün 1000-i 4-ə vurub 100-ə böləcəyik. Diqqətli olaq, həll edəcəm. Kəsir xətti çəkəcəm. Kəsir xəttin üstündə 1000 vurulsun 4 bölüsün 100. Aha. 1000'in bir sıfırını yazmamışam. Aha. Buradakı 2 dənə sıfır, 100-dəki sıfırlarla ixtisar gedəcək. Yerdə qalacaq sürətdə məxrəcin, yəni kəsir xəttin üstündə 10 vuraq 4 olacaq. O da bərabərdir. Buradan bir bərabər qoyacam. 10 vuraq 4 olacaq 40 manat. Aha. Testimizin cavabı A variantı 40 manat. Deməli, ümumi gəlir 1000 manat idi. Şəxsi təsərrüfatdan gələn gəlir 1000-in 4% idi. Elə deyilmi? Və biz şəxsi təsərrüfatdan gələn gəliri manatla bilmək üçün həmin ədədin faizini tapdıq. 1000-in 4%-ni tapdıq. O da elədir 40 manat. Belə müəllimlər, Allah amanında olun.